İnşallah. Gün ortanız xeyirli olsun əziz və dəyərli analar. Bugün gözəl bir gün keçirilir bu analar üçün. Əlbəttə ki, bugünkü tədbirin təşkilatçısı Adəm Akademik İnklüziv Tədris Mərkəzi tərəfindən keçirilir. Var olsun onların rəhbərliyi, dəyərli personalı, əməkdaşları var olsun ki, belə bir gözəl, belə bir təşəbbüsə imza atıblar. Əlbəttə ki, bu tədbiri təşkil ediblər ki, analarımız gözəl bir gün keçirsin. Nə qədər sözlər desək, şəhidlərimizin yanında boynumuz qıldan incədir. Allah şəhidlərimizə rəhmət eləsin. Bilirsiniz ki, dövlətimizdə ağır günlər yaşamışıq. Qara buludlar Azərbaycanın başının üstündən əksik olmayıb. Aprel döyüşlərində, bir çox döyüşlərdə 3000-dən, 4000-dən yuxarı şəhidlərimiz olub. Qanlarından, canlarından keçən şəhidlərimizə Allah rəhmət eləsin. Neçəsi subay, neçəsi əskər, neçəsi zabit, neçəsi mayor, neçəsi general öz övladlarını evdə qoyub, səngərə yola düşən, əldə silah tutan əskərlərimiz şəhid olub. Allah şəhidlərimizə rəhmət eləsin. Həqiqətən də bir acı hissi, bizim üçün də danışmaq məncə ağır bir hissi. Amma Allahdan sizə səbir diləyirəm. Övladları, o şəhid olanların Allah daima üzün güldürsün. Vətənə xeyirli evlad olsun şəhid balaları. Dəyərli analar, Allahdan sizə səbir diləyirəm. Qazilər, veteranlara Allahdan can sağlığı diləyirəm. Xahiş edəcəm hər kəsdən Azərbaycan himni ilə şəhidlərimizi yad edək. Mən istəyirəm bir dəqiqalıq. Məkanın cənnət, cənnət olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Məkanın cənnət, cənnət olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Bugün şəhidim köçtü evimizden, itti gözümüzden, ama gitmir kalbimizden. Bugün yine vətən ağlayır. Sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla,
canımdan etdiler məni, canım tək istədiklərim, gəlmədi gözlədiklərim, yolunda can dediklərim, canımdan etdilər məni, canım tək istədiklərim. Alır həyat yorur məni, ürəyimdən vurur məni, ölümdüm yıxılmaram, dualarım dolur məni. Alır həyat yorur məni, ürəyimdən vurur məni, ölümdüm yıxılmaram, dualarım dolur məni. Məni sıxır bu dar məkan, ümidlərim ayayaman, sağ solum dikan dikan. Aradarıqmışam yaman, məni sıxır bu dar məkan, ümidlərim ayayaman, sağ solum dikan dikan. Alır həyat yorur məni, ürəyimdən vurur məni, ölümdüm yıxılmaram, dualarım yorur məni. Alır həyat yorur məni, ürəyimdən vurur məni, ölümdüm yıxılmaram, dualarım yorur məni. Həsən uzun ömür qısa, xəyallarım batıb yasar, anam unutdular məni, sən unutma heç olmasa. Həsən uzun ömür qısa, xəyallarım batıb yasar, anam unutdular məni, sən unutma heç olmasa. Ay həyat yorur məni, ürəyimdən vurur məni, ölümdüm yıxılmaram, dualarım yorur məni. Ana həyat yorur məni, ürəyimdən vurur məni, ölümdüm yıxılmaram, dualarım yorur məni. Allah sizlərə ömür versin, var olasın. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onu deyə bilərəm ki, övladlarımızla nə qədər fəxr eləsəz, biz daxil fəxr eləsək azdır. Mən özüm şəxsən hər halda bu travmasını yaşayıram. Naxçıvan Muxtar Respublikasında xidmət eləyəndə 2020-ci ildə 44 günlük müharibədə mən özüm şəhid qardaşımı çiynimdə qapısına aparmışam. Onun anasını qarşılamağını görmüşəm. Bizim qarşılamağı, hansı hissləri yaşamışıq, onu ancaq yaşayan bilər. Biz də sizin övladlarımızıq, 7-24 hər zaman sizin qoluğuzdayıq. Bugün də sizlərin yanınızda olmaq bizim üçün həqiqətən qürurdur, fəxirdir. Biz bugün şadıq ki, sizin məclisdə iştirak elədik. Arzu xanıma sonsuz təşəkkürümü bildirəm ki, bizə bu şəraiti yaratdı. Naxçıvanda da mən şəhid ailələrinin həmişə Bacardığım qədər yanında olmuşam. Orada mənim bir dəyərli anam var, Gülşad anam gəlmişdir. Çoxlarınız tanıyarsınız. Gülşad ana mənim şəxsən toyumda iştirak elədi, gəldi. Allah ona ömür versin. Mütəmadi olaraq yenə danışırıq. 2 gün bundan qabaq Arzu xanımın təşkilatçılığı nəticəsində bizim mağazamızı şəhid anaları oldu. Və orada söhbət əsnasında da Gülşad ana ilə danışdırdım. Yəni, biz sizin hər zaman yanınızdayıq. Nə qədər canımızda can var, nə qədər qolumuzda qüvvət var, güc var, övladımız olaraq yanınızdayıq. Övladımıza nəyi deyə bilərsinizsə, onu mən oğluma deyərdim, mənim üçün eləyərdim. Bax, həmin sözləri şəxsən mən öz payıma, qardaşım mən deyirəm ki, öz övladımıza demiş kimi bizlərə deyə bilərsiniz. Kiçik də olsa, biz də sizə istədiyi bir
hədiyələr gətirək mağazamızdan. Kiçik də olsa onları böyük qəbul edeyim bizim adımızda. Allah sizlərə səbir versin, özür versin. Allah şəhidlərimizə rəhmət eləsin. Hər birinizin əllərindən öpürəm, qarşınızda baş əyirəm. Qabalaşsaq bu şəhərdə biz anidən keçər onda xatirələr göz önündən. Bir vaxt sənə gəzdiyimi fəda edən, o inatcar ürəyimdən qoparmadım. Ayrı-ayrı bədənlərdən nə tez gəldi, çatdı hicran ömrümüzə. Bu səbəbsiz ayrılığa nədir çarə? Bu çarəsiz ürəyimdən qoparmadım. Bir ruh idik ayrı-ayrı bədənlərdən nə tez gəldi, çatdı hicran ömrümüzə. Bu səbəbsiz ayrılığa nədir çarə? Bu çarəsiz ürəyimdən qoparmadım. Qabalaşsaq bu şəhərdə biz anidən keçər onda xatirələr göz önündən. Bir vaxt sənə gəzdiyini fəda edən, bu inatcar ürəyimdən qoparmadım. Qabalaşsaq bu şəhərdə biz anidən keçər onda xatirələr göz önündən. Bir vaxt sənə gəzdiyini fəda edən, bu inatcar ürəyimdən qoparmadım. Var olasınız. Minnətdarıq sizlərə. Hər birinizi salamlayıram, xoş gəlmisiniz deyirəm. Sizin yanınızda olmaq mənim üçün çox dəyərlidir, yəni dəyərli vaxtımı sizə ayırmaq. Əziz analar, nə deyəcəyimi bilmirəm, buna görə Bahar ana sizi buraya dəvət eləyək. Mən də hər birinizi salamlayıram. Mənim dəyərli arzu qızım, çox sağ ol. Bizi bura dəvət eləmişsən. Bütün analar adından deyirəm, çox sağ olun. Allah şəhid balalarımızın məqamını uca eləsin. Şəhidlərimizi sevəni Allah sevsin. Şəhidləri unutmayan Allah həmişə yadında saxlasın. Çox sağ ol, güzel qızım. Mənim dünən, yoxsa gün, 26-sı günü bütün şəhidlərimizin hamısına orden verilib. Mən o anaları, o şəhidlərimizin məqamı uca olsun. Orden alan oğlanların, analarını təbrik edirəm. Allah onların hamısına can sağlığı versin. Sağ olun, var olun. Allah səni həmişə əziz eləsin. Bizi də bura dəvət eləmişsən. Analar da burada oturub. Hamısının da sözü var, sözü deyə bilər. Sağ olun. Bugünkü günü vay məhərrəmlik aydır. Mən kapitan penal rəkbərindən Sınayqanı. Arzu qızımız, sağ olun, var olun. Allah süfrənizi həmişə bol eləsin. İmam Hüseyin yolunda, şəhidlərimiz yolunda süfrəsiniz. Allah qəbul eyləsin. Analar, Allah orden verilib, deyirsiniz. Düzdür, bizim balalara da verilibdir. Allah hamısını yerini cənnət eyləsin. Onlar qəhrəman balalardır. Hamısı əskərindən, zabitindən olmayaraq hamısı qəhrəmandır. 30 illik torpağı, 30 yaşında həmişə deyirəm, əkbərlər aldı. Mənim şəhid balamın 30 yaşı var idi, şəhid olanda. 2 oğul evladını vətəninə əmanət qoydu, getdi, rəisli Cavidanlı. Düzdür, Rəşadət ordenli oğul, ancaq mən milli qəhrəmanı adı almaq istəyirəm ki, nədən ki, mənim balam
9 ay nəşi tapılmayıb. Çox irəli gedib. Çox. Neytralda qalıb. Vətən uğrunda gedibdir. Mən onu belə düşünürəm ki, yəqin ki, milli qəhrəman adı verənlər. Ondan sonra mən ana sakitləşər. Nədən ki, mən ana 9 ay qalanın yolu gözlədim. Neytralda qalmışdı. 2 qurban kəstirib 7 qapıya paylatmışam ki, balamın nə işi tapılıb. Allah hamımıza səbir dözüm versin. Arzu qızımız sağ olun, var olun. Burada olan əziyyət çəkən oğullar, Allah hamımıza can sağlığı versin. Sağ olun, bizim qulluğumuzda durursunuz. Allah vətənimizi, ordumuzu qorusun. Əskər gedən balaları Allah anaların üstünə sağ salamat qaytarsın. Heç bir ani baladağı görməsin. Biz gördük. Bizim geyinişimiz, duruşumuz, hər şeyimiz balalarımıza yaraşıqdır. Hərdən deyirlər ki, belə baxırlar, hərənizin yaxamızda, klonumuzda balalarımızın şəkildir. Geyimimizdən belə qoy deyirəm, bilsinlər ki, biz şəhid anasıyıq. Bir məclisə gedərlər, hara gedərlər, yolda mı? Bilənlər bilir, hörmət qoyanlar qoyur. Allah cəm şəhidlərimizin yerini cənnət eləsin. Süfrəniz həmişə İmam Hüseyin yolunda açılsın. Sağ olun, sağ olun arzunuzun. Ben de şehit abi Kalemler'in anasıyım. Kalemler yolunda dünyada evladıyım. Ben 8 yaşında Akdeniz'de şehit olduk. Samsun Kurbanı şehit üstü borçsuzlar. Bizim bayraklarımızın ayrımlarda dönüşe kaldırmıştır. Bu boşan istikametinde şehit olmuştur. Bunun ailesi gelir. Evet, Allah'a salam deyirəm. Çok sağ olun ki, biz anaları buraya yığmışsınız, dərd olduqlarını. Ben de şehit Heydər Əminin anasıyam. Hem de oğlum əskəriydi, oğlum aile əskəriydi. Ama evin gecayla bir uşağıydı. Yani oğlundan başka ben hiç bir ümidim yoktu. Allah Kur'an'ı təşkil edenleri, bizi birbirimize yanında dərdimizi bölüşen anaları yalanı. Kur'an'ı təşkil edenlere can sağlığı arzulayıram, var olsunlar. Ben de her bir salamlayıram. Ben de Əliyev Elman anasıyam. Allah böyle insanları qəbul edəsiniz, bura dəvət eləyiniz. Görə hər bircə təşəkkür edirəm. Allah göz bol eləsin, huzur, bərəkət bol eləsin. Amin. Ben de hamınızı salamlayıram. Ben de şəhid Əzamanın anasıyam. Məhrəmlik ayında verilən, imamlarımızın adına verilən insan, şəhid qaralarımızın adına verilən insanlar Allah qəbul eləsin. Və onun müqaddəsində əziyyət olmadan Allah kömək olsun. Allah sizləri var eləsin, köpüncə bir şəhidlərimiz olur. Mən şəhid mayor Osman Cəfəroğlu yazıyorum. Evlat verdi. Kimin hansı ananın burada ürəyi, əlimizi belə verin üstə qoysaq, görək ki, onun içində bir qan var. Bilirsiniz, Allah heç kimə qismət eləməsin. Bana dərdi, farklı dərdi. Heç ana görməsin, biz gördük onu. Bir de bana derdi, analar bana deyip hiç vaxt ağlamasın. Size de minnettarım, ona göre ki unutmamışsın şehit anaları. Şehitler ne vaxt unutulur? Böyle unutulur, onlar hakkında danışmayanda, onları hamı unutanda. O cümleden size de minnettarım ki yadınızda saxlamışsınız. Bu sizin şehitleri olan büyük hürmetinizdir. Allah canınızı sağ eləsin. Burada əziyyət çəkən bütün insanlara minnətdarım, sağ olun, var olun. Ben de hamınızı salamlayıram. Allah sizdən razı olsun. Bu cür tədbirləri yaratdığımıza görə, biz analara dəyər verdiyimizə görə, yaralı qəbirləri sevindirdiyimizə görə, Arzu'nun bütün kollektivimize derin teşekkürümü bildirirəm. Ben de Hüseynzadə Elçinin anasıyam. Hüseynzadə Elçin gələn günümdə Tərtər, Hocavənd, Albasanlı, Mirzə Əsamlı, Seyid Mahmudlu, Seyid Əhmədli, Füzuli, Şuşa,
bəzilərini deyə bilməyəcəm, Daşaltı kəndinin bütün rayonlarda elçin qəhrəmancasına olur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət məkan olsun, Allah qazilərimizə şifa versin, Allah bu cavanlarımızı qorusun. Nə yaxşı ki varsınız, nə yaxşı ki varmısınız. Çox sağ olun, var olun. Analar, bütün cavanların anasıyıq. Allah sizə xeyir versin, açdığımız o ətir məqazinidir, yüzlərlə açasınız. Amin. Allah malımıza bərəkət versin. Bir qoyasınız, valla neyin götürəsiniz? Biz anaların da xeyirdası larız. Allah sizi sağ olun. Həmçində şəhidlərimizin anası sayılır, şəhidlərimizin adına çıxan süfrəni, əziyyəti keçənlərin minnəti çəkdiyimizi bildiririk. Mən bir kəlmə deyəcəm, Qurandan sitat gətirəcəm. Mən Quranı ərəbcə oxuram, bilmirəm, amma Azərbaycanca dəfələrdən oxumuşam. Əvvəl oxumuşam uşaqlıqda. Deyim, hər bir şey oradadır, tarix də oradadır, mənəviyyət də oradadır, tərbiyə də oradadır, qanunlar da oradadır. Konstitusiyanın yazılmağını baxanda əksəriyyətin Quranın qanunlarına götürüb bəlkə də deyərəm yazırlar. Amma bir şey mənim diqqətimi çəkdi. Bu analara təsəlli üçün demirəm, sadəcə olaraq mən də özümə aid olan hissəsindən Quranı daha çox dərk edirəm və yəni şəhid anasıya təsəlli kimi onu özümə götürdüm. Təsəlli də deyil, əstağfurullah. Allah onların məqamını çox üzəyləyib. Demək, Qənimətlər surəsi var, 7-ci surə. Mən Azərbaycanca deyirəm, ərəbcə olar ki, adı yadımdan çıxır. Orada müharibədə hansı ki, Ulud müharibəsi olur, Ahmədlərdə müharibəsi olur, o din olub da İslamiyyəti yaymaq üçün Məhəmməd Peyğəmbəri özü Allahdan vəf gəlib onu edib. O müharibələrdən elə bir hansınsa qənimətlər bölüşmə belə oraqa, qanunlar olub. Orada qeyd olunmuş 27-ci, 28-ci ayəsidir həmin surənin. Adısı surə də çox yüz neçə surədən ibarətdir. Orada deyir, bu dünyada bütün canlılar ölümü dadacaq, tez və ya gec. Ancaq deyir, bizi var o hallarına ki, kimsə gedib cəhənnəmə düşəcək, pis əməlləri ilə. Xoş o adamların halına ki, cənnət əhlindən olacaqlar. Sizi deyir, cənnətdə deyir, Allahımızın gözəl siması, onun əsas mələkləri, onun da əsas mələkləri biz deyir, əsas mələklər çoxdur. Bəlkə insanlardan da çoxdur, indiyəcək yaşamış olacaq. Hər birimizə nə qədər mələk bizə də həvalə olunubdur. Onların 4-ü əsasdır. Yəni ki, onun əmirlərini, Cəbraildir, Əzreildir, İsrafildir, Mikaildir. Bunlar 4-ü əsas mələklərdir. Bir, onlar da bizim şəhidlərimiz. Yəni ki, tək bizim 44 günlük ümumi vətən uğrunda, haqq uğrunda, elm uğrunda şəhidlərimizin məqamları da çoxdur. Amma onlar qarşılayacaq, yəni bizi cənnət qapısında onlar qarşılayacaq. Əsas da nəyə görə şəhidlərin döyüşdə, məsələn, haqq uğrunda bizim şəhidlərimiz haqq uğrunda gedən şəhidlərdir. Çünki vətənimiz yağmalanmışdı, evlərimiz dağılmışdı, qaçqınlarımız var idi, hansı ki, bir dənə əyinlərində köynəklərini çıxara bilməmişdilər. Həmçinin ailələr soyqırıma uğramışdı ki, hansı ki, bir ailədə demək olar, necə ailələrimiz elədi, bilirik, mən sayı dəqiq deyəməyəcəm, yoxdurlar. Onlarda geriyə bir nəfər də qalmayıb. Yəni, bunların hayfında Allah şəhidlər, ümumi bütün dünyada deyil, bizimkilər də, onlar tağır üstün məqamdadırlar. Alim olub şəhid olanlardan, başqa əməlləri, şəhid olanlardan hərbiçilərimiz tağır üstün. Yəni ki, Allah məqamlarını uca ilərsin, Allah biz analara da səbir versin. Sadəcə olaraq biz onlar üçün darıxırıq, çünki hamısı şişman olanlardır. Bir daha da bütün millətimizi sizin kimi qeyrətli vətən xidmətlərini qorusun ki, bizləri təqdim olsun, sağ olun. Biraz çox danışılmışam. Hər birisini analar kimi salamlayıram. Allah'ın salamını, bərəkətli, güzəliz olsun. Anaların şəhidlərimizin müdürüsünüz. Yaxşıların sağlıcaq olsun. Allah verilən insanları al dərəcədə verən olsun. Amin.
Sarıqzadə Səxavətin anasıyam. Mən də analar kimi ürək yaratırım. Allah onlara səbir, sizi girmələrə xeyri məqam ömür versin. Mən də hər birinizi salamlayıram, Şəhid Hacı Yılmazın anasıyam. Elmaz nə hərbiçi dökeydi, nə Qarabağlı döyüydü. Amma Elmaz səfərbərliyi ilə çağırıldı. İki babasını dil yarım girməli qoydu, vətən dedi getdi. Eləcə də Laçın rayonuna döyüşə Elmaz getdi, Laçında şəhid oldu, bir ay metranda qaldı. Bir aydan sonra nəşə götürüldü, dekabrın 2-si günündə dəfn olundu. Analar üçün çox çətindir. Düzdür, deyirlər, məqamları ucadır, uzun. Amma ki, nə qədər uca da olsa, biz bir gün balalarımızı görmürük. Çox çətindir biz üçün. Evlatları ata deyəndə dilim dodağa təbir, üzlərinə baxa bilirəm. Elə biləm dünyanın ən bədbəxti mənəm. Düzdür, qıraqdan deyirlər ki, siz xoşbəxt anasınız, amma yox, biz xoşbəxt ana deyilik, dərdli yanıyıq, ürəyi yaralı yanıyıq. Heç vaxt bizim yaramız sağalan yara deyil. Bu dərdin dərmanı yoxdur. Allah ona görə də bütün şəhidlərə, dəyər verənlərə dəyər versin. Hər nə niyyətlə, hər nə cürə bu insanı verirsiniz, Allah ali dərəcədə qəbul eləsin. Arzu qızım, işlərinizdə uğurlar olsun, işiniz avant olsun. Var olasınız hər zaman. Çox sağ olun. Mən də bu analar kimi sizin gününüzü salamlayıram. Sizlərə qalətlərinizə çox sağ olun deyirəm. Bugün analara qəbul edirsiniz. Şəhidlərimizin adını olursunuz. Çox sağ olun. Mən şəhid Beyt Barışmanasıyam. Mənim babam da 8 ilin hərbisi oldu. Mən sağlam qayatımdadır. Atır döyüşündə şəhidlərim. 4 günlük dedi, biz onu bulduk diye. Salamlayıram. Neyse bu Məhəmmədin ölüsü. Allah şəhidlərimiz rəhmət etsin. İnsan sözlemelerine Allah olsun bularız. Ben de her birini salamlayıram. Şəhid Meyitmə Elzar anasıyam. Eləsin bu ördəyiniz ehsanı, Arzu xanım sizə bu ehsanda kimin əziyyəti var, zəhməti var. Hər birinə çox sağ ol deyirəm, Allah səni versin. Və də analar hər birinizə ordin verilməsi münasibəti ilə bütün şəhid analarını təbrik edirəm. Bizim şəhidlərimizin haqq etmədi. Heç olmaya bir dənə adlarına küçə verirlər. Biz əbədi qalan deyilik. Heç olmasa balalarımızın bir dənə adına küçə alırlar. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun Arzu xanım sizdə. Allah verdiyiniz insanı qəbul eləsin. Allah gözünüzü bol eləsin. Salamlayacağım. Arzularınızı can sağlığı arzulayacağım. Sizin gönlünüz işlerinizin çok sağ olun. Allah size sağ can versin. Allah analara sabır versin. Çok sağ olun. Mən Əliyev Füzuli, kapitan Əliyev Füzuli'nin anasıyam. Arzu xanım, sizə təşəkkür edirəm. Hamınızı salamlayıram. Çok sağ olun, Allah razı olsun. Benim ürəyimdən keçənləri anılar dedim. Hamıya sevdim. Sizə də çox sağ olun. Mən də yenidən hər birinizi salamlayıram. Mən deyə özümü təqdim eləmədim. Mən də Abbasov Elmin anası Bahar ağlayım. Mənim balam könüllü gedib. Füzulidən Şuşaya kimi gedib, 8 günü yaralanıb, 12'si şəhid olub. Allah da Allah bütün şəhidlərimizin yeri cənnət eləsin. Həqiqətən analar üçün çətindir. Çox çətindir. Evlad itkisi hər şeydən çətindir. Allah balalarımızın yeri cənnət eləsin. Arzu qızım, bir daha Allah səhvar eləsin. Allah süfranı bol eləsin. Bütün zəhmət olanların Allah canını sağ eləsin, şu zavamda olsun. Məhərrəmlik ayında bu süfran açıq, banaları bir yerə yığırsınız.
Allah həmişə sizin başınızdan töksün. Sağ olun, var olun. Siz sağ olun anam. Bizim borcumuzdur hər bir anamın yanında olmaq, onun dərdinə şərik olmaq. Düzdür, əlimizdən bir şey gəlməz, amma sizin yanınızda olmaq belə bizim üçün şərəfdir. Qardaş, mən onu demək istəyirəm ki, mənim anar qardaşım da özü hərbiçidir. 7 ildir bu vətənin uğrunda əziyyət çəkir, zabit kimi. Dəyərli qardaşım, Erhan da gənc sənətçidir, musiqiçidir. Onlar iki qardaş Sumqayıtda kiçik bir mağaza açıblar, parfüm dükanı. Vallahi, mən onların ürəyini əslində o qədər qəlbləri təmizdir, mən onu bilirəm ki, onların balaca bir kiçik mağazaları olsa da, onlar bugün sizlərin yanındadır. Bütün şəhid analarının tədbirlərində, bütün dövlət əhəmiyyətli tədbirlərdə həqiqətən də xalqın, insanların yanında olurlar. Onların bugün sizə hədiyyələri var. Yəqin ki, özlərinin də ürək sözləri var, sizlər üçün deyəcəklər. Var olsun hər ikisinə, dəyərli qardaşlarım. Deməli, Erhan Anar Parfum mağazasının adından sizə kiçik də olsa hədiyyələrimiz var şəhid analarına. Bir adlar çəkəcəm, zəhmət olmasa xahiş edəcəm, analar bir yaxınlaşardı, hədiyyələr götürərdi. Abbasov Elvin Səxavətoğlu. Şahid Quliyev Barat. Anamızdan xahiş edəcəm. Şahid Leytenant Yusufov Elzar Süleymanov. Şahid Talıbzadə Səxavət Zeylişoğlu. Şəhid Hacıyev Elmas Elmanoğlu. Şəhid Elçin Hüseynzadə.
Şəhid Zeynalov Əzzaman Mehmanoğlu. Şəhid Əbdülrıza Rahbəyli Şaməddinoğlu. Şəhid Süleymanlı Kənan Sadıoğlu. Şəhid Əliyev Elman Arifoğlu. Şəhid Aliyev Qələndər Nofəloğlu. Şəhid Heydarov Əli Vaqifoğlu. Bizim evladlarımız her şeyi bilirler. 6 ildir bu günü gözlüyordum ben oğluma ordel alam. Ayın 25 günü məlumat günü oldu. 26-sı günü ordel xəbərini aldım. Çox şad oldum. Bugünkü gündə bu balalarım elə bir həm balam, həm oğlumdur. Ben bizi təbrik edim. Sizə Bugün olmuş şeyler değil mi? Başka yere gidelim. Terbiye yok. Başka yere gidelim. Şəhid Hesabi Muhammed Mazenoğlu. Kapitan Pənahov Əkbər Bəylərov. Allah aşkına bunu her oğlunuzla siz bacarırsınız. Sağ olun ki biz onların yanındasınız. Bizim bağlarımızın da, şəhidlərimizin də ruhu şad olur. Ruhu şad olur ki, vətən uğrunda gedən onların belə siz yan eləyəndə onların da ruhu şad olur. Biz onların unutmuyoruz. Allah sizi unutmasın. Allah ruhu versin. Bizi can sağ olun. Sağ olun, var olun. Həmişə canınız sağ olsun. Arzu xanım sağ olun. Sağ olun ki bu tədbiri təşkil eləmişsiniz. Biz çox razıyıq. Bizi bura gətirən oğullardır. Sizi də, bizi də vətən uğrunda gedən oğullardır. Sağ olun. Allah razı olsun. Şəhid Əliyev Füzuli Vidadoğlu.
Yok, sesin yüksek değil, yolunu biliyorsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Hər saniyəmizi sizlərə borcluyuq.